Dəhşət ləzzətli Hatay üsulu dürüm yeri tapmışam. Ləzzəti isə buna vurulan və sir kimi saxlanılan 17 növ ədviyyatındadır. Bura Hatay üsulu adlanır. Ötən günlərin biri ailəmlə bura getmişdik və hələ də dürümlərindən danışırıq. Dadı damağımızdan getməyib. Nəinki dürümlər, burada yediyimiz hər şey çox ləzzətli idi. Misal üçün qardaşım dedi ki, hələ buradakı kimi ləzzətli nuggets yeməmişdim. İnanırsınız, soyuq halında belə üzərinin kları o qədər xırçıltılı idi ki, dəhşət. Anam toyuqlu zurna dürüm, qardaşım toyuqlu Hatay üsulu dürüm, mən isə cheddarlı ətli dürüm seçmişdim. Qeyd edim ki, buradakı bütün ədviyyatlar da Türkiyədən gəlir. Burada hazır şişdən istifadə etmirlər, toyuq ətini də özləri vururlar. Dürümlərdə lavaşını çox bəyəndim. Bəzi yerlərdə qalın olur, amma burada nam-nazik idi. Ona görə həm yumuşaq, həm də xırçıltılı hissəsi var idi. Maraqlandım və dedilər ki, lavaş da xüsusi resept ilə sırf onlara özəl hazırlanır. Həqiqətən buradakı dürümlərinin ləzzətinə söz ola bilməz, mütləq gedin. Qiymətlər olduqca münasib idi və sərfəli kombo menyuları da var idi. Üstəlik burada tələbələrə istənilən növ dönər alanı ayran da pulsuzdur. Mən 28 filialını çəkdim, amma Elmlərdə də filialları var. Volt, Bolt, Yangoda da aktivdilər. Təsəvvür edin, həmən günü axşam yenidən özümə oradan sifariş etmişdim.